Bugünkü dərsimiz oksidlərin kimyəvi xassələri. Gələn dəfə bu dəfə öyrənmək sizin öyrənmək deyil. Əzbər soruşacaq. Oksidlərin kimyəvi xassələri. Bax, bir var oksidlərin alınmasını keçdik. Alınma nədir? Nələrsə girsin, oksid alınsın. Bir də var oksidin kimyəvi xassəsini keçdik. Kimyəvi xassə o deməkdir ki, oksidlər görəsən nə ilə reaksiyaya girir? Keçmişdə maddənin kimyəvi xassəsi nə deməkdir? Maddənin başqa maddələrlə reaksiyaya girməsi, metallıq, qeyri-metallıq, oksidləşdiricilik, reduksiyicilik, kütlə və həcm anlayışı kimyəvi xassədir. Yəni oksidlər nə ilə reaksiyaya girir? Bugün onlara baxacağıq. Birinci məsələn danışaq əsasi oksidlər haqqında. Diqqətlə qulaq asın. Demişik ki, sən qulaq as. Əsaslara uyğun gələn oksidlərə əsasi oksidlər deyilir. Bunu keçdik. Əsasi oksidlər nələrdir? Metalların 1 və 2 valentli oksidləri əsasi oksidlərdir. Amma sink, berillin, plümbium olanlar 2 valentli olsalar da əsasi yox, amfotelidir. Yerdə qalan bütün metallar 1 və 2 valentlidirsə bu əsasi oksidlər yaradır. Qeyri-metal oksid ola bilməz burada. Kimyəvi xassəsi odur ki, əsasi oksidlər nə ilə girir? Diqqətlə qulaq asın. Əsasi oksidlər deyilir, yaxı əsaslara uyğun gələn oksidlərə əsasi oksidlər deyilir. Yəni, əsasi oksidlər su ilə reaksiyaya girəndə əsas əmələ gəlir. Bax, tərtibinə baxın, əsaslara uyğun gələn oksidlərə əsasi oksidlər deyilir. Bu deməkdir ki, əsasi oksid su ilə reaksiyaya girəndə əsas əmələ gəlir. Əsası da gələn dəfə keçəcək, hələ bilmirsiniz nədir? Amma qısaca burada kənarda bir qeyd kimi eləyirəm ki, tərkibində bax, metal və OH qrupu varsa, bundan neçə dənəsi ola bilər. Bax, bunlara əsaslar deyilir. Yəni, əsasi oksid su ilə girəndə əsas alınır. Amma heç də bütün əsasi oksidlər su ilə reaksiyaya girmir. Cümləyə bir dənə qulaq asın. Aktiv metalların əmələ gətirdiyi əsasi oksidlər su ilə reaksiyaya girərək əsas alınır. Yerdə qalan metalların əmələ gətirdiyi əsasi oksidlər su ilə reaksiyaya girmir. Aktiv metal dediyim yeni hər dəfə deyəcəm, yadda qalsın. Litium, natrium, kalium, rubidium, sezium, fransiyum, kalsium, stronsium, barium. Aktiv metal dediyimiz bunlardır. Qələvi və qələvi torpaq metalları. Yalnız aktiv metalın oksidi, məsələn, birin 1 valentlidən yazıram, birin 2 valentlidən yazıram. Ancaq aktivlərin əmələ gətirdiyi əsasi oksid su ilə girər, əsas alınır. Əsas nə deməkdir? Metal da olsun içində, OH-dan. Natriumda 1 valentlidir, OH-dan. Heç ara heç də düşmədi. Metal da olsun içində, OH-dan. Amma metal 2 valentlidir deyə bura 2 yazdım. OH-ın valentliyi həmişə mənfidir. Həmişə 1-dir. OH 1 valentlidir, yükü isə mənfidir. Baxın, kənarda yazıram. OH 1 valentlidir, amma yükü isə mənfidir. Necə ki, NH4 müsbət yolu var idi, H3O müsbət yolu var idi. İndi deyəndə OH-ın yükü nədir? Mənfidir və valentliyi 1-dir. Amma başqa metal yazın. Məsələn, dəmir yazın, nə bilim, misingi yazın. Fərqi yoxdur da. Yerdən qalan metalların əmələ gətirdiyi əsasi oksidlər su ilə girmir. Baxıb deyərsən ki, bu da metaldır, 2 valentlidir, bu da metaldır, 2 valentlidir. Axı, metal 1 və 2 valentli olan da əsasi oksiddir. Bütün əsasi oksidlər su ilə girmir. Da, yəni bunu salın, yazın ki, alınlar dəmirin OH-ı alınlar və yaxud, nə bilim, misin OH-ı alınlar, elə şey yoxdur. Yalnız və yalnız aktiv metalların əmələ gətirdiyi əsasi oksidlər su ilə reaksiyaya girib, əsas əmələ gətirir. Biz bunu yazmışıqsa, bu bariumki düşər. Fərqi nədir şeydir? Biz bunu yazmışıqsa, bu magneziumki düşər. Magnezium aktiv deyil, axı magnezium oksidi aktivin oksidi deyilsə, demək ki, suda həll olmayacaq, su ilə reaksiyaya girməyəcək. Aydın oldu? Bu əsasi oksidlərin su ilə reaksiyasına baxdım. Yalnız aktiv metalların əmələ gətirdiyi əsasi oksidlər su ilə girir, əsas alınır, əsas da tərkibində OH olandır. Yerdə qalan metalların oksidlər su ilə reaksiyaya girmir. İndi keçək nəyə? Turşu oksidlərini. Turşu oksidlərin tərkibinə baxın. Bax, əsasi oksidlərdə deyilir ki, əsaslara uyğun gələn oksidlərə əsasi oksidlər deyilir. Yəni, əsasi oksid su ilə girdi, əsas alınır. İndi deyirəm ki, turşulara uyğun gələn oksidlərə turşu oksidləri deyilir. Bu nə deməkdir? Yəni, turşu oksidləri su ilə reaksiyaya girəndə çıqılatma onu. Turşu oksidi su ilə reaksiyaya girəndə turşu əmələ gəlir. Cümləyə baxın, turşulara uyğun gələn oksidlərə turşu oksidləri deyilir. Yəni, bu nə deməkdir? Turşu oksidi su ilə girsin, turşu alınsın. Məsələn, bax, qeyri-metalların oksidləri axı turşu oksidlərdir. Məsələn, yazıram CO2 qeyri-metalın oksididir də, CO yaza bilmərəm, o düz əmələ gətirməyəndir. SO2 qeyri-metalın oksididir, SO3 yaza bilərik.
Xlorun oksidləri xlor 2O-dan yazaram, xlor 2O3 yazaram, xlor 5 valentli olur, bunu yazarım. Xlor 7 valentli olur, bunları yaza bilərik də. Bəs bunların su ilə reaksiyasından nə alınır? Sonra başqa birisini yazaq. Manqan 2O7, metal əgər 5, 6, 7 valentli olursa oksidin içində, bu turş oksid deməkdirmi? Bu turş oksiddir. İndi bunların su ilə reaksiyasından, Murad, dediyi turş oksidləri su ilə reaksiya girəndə nə əmələ gəlir? Turşu, bəs əsasi oksidlər su ilə reaksiya girəndə nə alınır? Əsas, hansı metalların əmələ gətirdiyi əsasi oksid su ilə girirdi? Hansı metalın əmələ gətirdiyi əsasi oksid? Aktiv metalın əmələ gətirdiyi əsasi oksid hanlar su ilə girir? Əsas alınır, yerdə qalan yox. Turşu oksidləri, turşulara uyğun gələn oksidlərə turşu oksidlər deyilir. Yəni turşu oksidlər nə idi? Qeyri-metalların oksidləri, duz əmələ gətirməyəndən başqa və metal 5, 6, 7 valentli olarsa. Bunlar su ilə girəndə turşu alınır. Hələ turşu da bilmirik nədir. Amma qısaca deyim ki, məsələn, ən azından məktəbdən bəlkə biləsiniz. Klorid turşusu, sulfat turşusu, yəni bütün turşular, HNO3, bütün turşuların içində H ilə başlayır. Turşuda H ilə başlayır, oksigendən qutarır. Yəni oksigenlə turşudan danışıram. Hüseyin, qulaq as. Yəni turşu nə vaxt keçəcək? Hələ var. Deməli, indi baxın nə alınır. Cəmlə. Neçə dənə hidrogen var? H2. Neçə dənə karbon var? Bir dənə. Oksigen neçə dənədir? 3. İndi hələ bu turşunun adı nədir? Lazımdır. Turşular dərsində keçəcəyik. Alınır H2, CO3 mərhələ öyrənək. Murad desin, bunları cəmlə nə alınacaq? Murad. H2SO3. Hüseyin, burada nə alınır? H2SO4. Düzdür, H2SO4. Burada nə alınır? Bax, bura bulasın, mələk. H2, O2 değil mi? 2, 2, 2, sərə baxarsın. H, xlor, O. Bura baxın. H2, xlor 2, O4 değil mi? 2, 2, 4 değil mi? Sərə bax. H xlor O2. H, xlor, O2. H2, xlor 2, O6 değil mi? 2, H xlor O3. H, xlor, O3. H2, xlor 2, O8 değil mi? Xlor O4. Aydın oldu nə dedim? Buna baxın. H2, manqan 2, O8 değil mi? Manqan O4. H manqan O4 keçəcəyik. Bunların adını keçəcəyik. Hələ ki bizim biləcəyimiz nədir? Deyirəm, turşu oksidləri su ilə reaksiya girəndə turşular əmələ gəlir. Bəs hansı turşu oksidləri su ilə reaksiya girmir? Düzdür, testlərdə görməmişəm bu düşsün. Amma bunu adımız familiyamız kimi əzbərdir. Kvarskomun əsas tərkib hissəsidir. Bu turşu oksididir, amma su ilə reaksiyaya girmir. Bunu görməmişəm düşün, amma əsas məsələ budur. Yuxarıdakı adı nədir? Bu Wolfram. Bu lamçıqaların içində olur, bax odur. Deməli, hansı turşu oksidi su ilə reaksiyaya girmir? Deyəsə, yazılışın deyirəm, Wolfram O3 və silisium O2. Çünki uşaqların yazılışı ilə deyirəm ki, buradan deyil, silisium 4 oksid su ilə reaksiyaya girmir. Sabah testdə soruşandakı formulu yaz, götürüb silisium O4 yazır, nəsə yazır, deyirəm, yəni yazılışın bilin. Turşu oksidləri su ilə reaksiyaya girib turşular alınır. Hansı turşu oksidlər su ilə reaksiyaya girmir? Wolframun və silisiumun 4 oksidi su ilə reaksiyaya girmir. Bunlar çətin olmalı bu turşu oksidlərinin su ilə reaksiyası. Cəmlədik də, nə üçündür? Cəmlədik cavabı dedik. Amma elə şey var ki, kimyada reaksiyalarda, elə reaksiyalar var ki, biz onun məntiqini tutub işləməliyik. Məsələn, duzlar elədir, duzları biz əzbərləməyəcəyik, məntiqdir. Amma elə reaksiya var ki, heç bir məntiq olmadan sadəcə əzbərləməliyik, başqa yolumuz yoxdur. Bax, NO2 turşu oksidi qonur rəngli zəhərli qazdır. Turşu oksidi də, əlbəttə turşu oksidi su ilə reaksiya girəndə turşu almış. Bu adi şəraitdə də girə bilər, qızdırılma şəraitində də. Adi şəraitdə 2 dənə turşusu alınır. Turşuların keçəcəyi HNO3 və HNO2. Amma qızdırılanda HNO3 və duz əmələ gətirməyən NO oksidi. Bunun cəmlənməklə bir əlaqəsi olmadı. Yəni mən buna H2NO3 demirəm. Azot turşular dərsində keçəndə deyəcək ki, azotun 2 dənə turşusu var. HNO3 və HNO2. Əgər NO2 su ilə adidə girirsə 2 dənə turşusu alınır. HNO3 və HNO2. Amma qızdırılanda HNO3 və duz əmələ gətirməyən NO oksidi alınır. Bir də var P2O5 aktüstü şəkli. NO rəngsiz idi də. NO rəngsiz duz əmələ gətirməyəndir. P2O5 higroskopikdir, qazların qurudulmasında istifadə edilir. Su ilə 3 cür reaksiya girir. 0-da, 20-də, 100-də. Əlbəttə turşu oksidi su ilə girəndə turşu alınmalıdır. Fosforun çox turşuları var. Baxın nə alınır? 0 asandır. Necə asandır? Cəmlə H2, P2,
O6 değil mi? HPO3. 226 değil mi? HPO3. Dikkat etmemiz lazım. 20 derece ve otak temperaturda demiyorlar. Bu 0 derece normal şəraitdir. 0 derece. 20 derece otak temperaturda. 20 derecede ise hidrogenin sayı, bu ikini gördünüz mü? Bu ikiye bakın. Bunun 2 misli kadar. Hidrogenin sayı 4 olan turşu salınır. H4, P2, oksigen 6 olsa da bura 7 yazılır. Yani əzbərir də onu. Yani 20 derece olanda, oxun üstündə 20 gördünüz mü? Deyən anda hidrogen sayı 2 dəfə çox olan turşu salınır. H4, P2, o 7. Ama 100 derecede bundan bunu çık. H3, bundan bunu çık. P, bundan bunu çık. O4. Deməli, bu cümlələri bir də deyirəm. Əsasi oksidlərdən dedik ki, yalnız aktiv metalların əmələ gətirdiyi əsasi oksidlər su ilə reaksiya girəndə nə alınır? Əsas alınır. Əsasın da içində OH olur, elə deyil. Turşu oksidlərindən turşu oksidləri su ilə reaksiya girib turşular alınır. Hansı turşu oksidləridir ki, su ilə girmir? Volfram oksid, oksid su ilə reaksiya girmir. Qalan turşu oksidlər su ilə reaksiya girir, cəmlənərək turşusu alınır, adlar da sonra keçiləcək. Amma hansı turşu oksididir ki, su ilə 2 cür girə bilər? Həm adi şəraitdə mələk, həm qızdırılmada. NO2. NO2 su ilə adidə də girə bilər. Alınır 2 dənə turşusu, HNO3 və HNO2. Qızdırılanda HNO3 və duz əmələ gətirməyən NO oksidi. P2O5 su ilə normal şəraitdə də girə bilər. 20 derece hardasa otak temperaturda, 100 derece qızdırılanda da girə bilər. Sıfırda cəmlədim, asandır. HPO3. 20'də 2'ni gördünüz mü? H4, P2, O7. Ama 100 derecede bu 20'den 0 çıxanda harada 100 dereceni yazırım. Bu turşu oksidlərinin su ilə reaksiyası. Deməli, əsasi və turşu oksidlərin su ilə reaksiyasına baxdıq. İndi duz əmələ gətirilməyən oksidlərin su ilə reaksiyası. Qayda budur. Duz əmələ gətirməyən oksidlər su ilə reaksiyaya girmir. 100'de neydi mənim? H3P nə? 100 derece. H3PO4. Deməli, duz əmələ gətirməyən oksid N2O, birin yazıram elə. Duz əmələ gətirməyən oksid N2O, NO, SO, H2O, silisium, elə deyil. Bundan duz əmələ gətirməyən oksidlər CO, duz əmələ gətirməyən oksidlərin heç biri, sabah verirlər CO üstə gəlsin, almır, heç biri duz əmələ gətirməyən oksidini alsın. Sonra, bu duz əmələ gətirməyənlər su ilə girmir. Amfoter oksidlər də su ilə reaksiya girmir. Amfoter oksid nə idi? Metal 3 və 4 valentli olarsa amfoterdir. Bir də sink, berilyum, plümbium 2 valentli olsalar da əsası yox amfoter oksidlərdir. Qabağınıza istənilən amfoter oksid çıxsın. Sink oksid, berilyum oksid, plümbium osu, plümbium O2, alüminium 2O3 yazılışlarını verirəm. Xrom 3 oksid, dəmirin 3 valentli oksidi. Hamısı amfoterdir də, birinə yazıram. Heç bir amfoter oksid su ilə reaksiya girmir. Silisium şey. 2 sabit 2 valentlidir. Deməli, hansı oksidlər su ilə reaksiya girmir? Heç biri. Nə duz əmələ gətirməyən oksidlər su ilə girmir, nə də amfoter oksidlər su ilə girmir. Əsasi oksidlər girir, amma aktiv əmələ gətirdiyi əsasi oksidlər. Turşu oksidləri girir, amma silisium O2 və volfram O3-dən başqa qalan turşu oksidi girir. Amfoter oksidlərin heç biri girmir. Duz əmələ gətirməyən heç biri girmir. Sabah testdə veriləcək, məsələn 1, 2, 3-dür, çoxlu reaksiyalar ki, reaksiya getməyənləri tapın. Sən reaksiyaları əzbərləməsələ, qabağa məsələn çıxdı ki, bu üstəgəl su qaydanı bildi. Berilyum oksid necə oksid idi? Amfoter idi. Qaydanı da yazmışıq ki, amfoter oksid su ilə reaksiyaya girmir, xanlar. Və yaxud, natrium 2 üstəgəl su qaydanı bilir. Natrium necə oksiddir? Aktiv metaldır, 1 valentlidir, əsasi oksiddir, su ilə girəndə əsas əmələ gələcək. Qaydanı bilməsəz, sabah bu reaksiyaları mən yüzlərlə reaksiya necə əzbərləyim ki? Elə şey var ki əzbərləyəcək, elə şey var ki, onu məntiqdən eləyəcək. Aydın oldu? Bunlar oksidlərin su ilə reaksiyasıdır. Bəs oksidlər başqa işlə girmir bəyəm reaksiya? O qədər şeylə girirlər ki. Bax, hər bir oksid öz adına uyğun gələn bir maddə ilə reaksiyaya girmirlər. Bunun mənası nə deməkdir? Mənası demək ki, bax, turşu oksidindən danışıram. Turşu oksidi nə ilə girmir? Öz adına uyğunu ilə. Başqa bir turşu oksidi ilə girmir. Turşu oksidi turşu ilə girmir. Bilirsiniz nə deyirəm? Oksidlər öz adlarına uyğun olan həmcinslərinə belə deyir, reaksiya girmir. Bir turşu oksidi başqa bir turşu oksidinə reaksiya girmir. Bir turşu oksidi başqa bir turşu ilə reaksiya girmir. Düzdür, istisna hallar var deyəcəyik. Və yaxud əsasi oksidə bax, bir əsasi oksid
başqa bir əsasi oksidlə girmir. Bir əsasi oksid başqa bir əsasla reaksiyaya girmir. Bax dediyimizi yazaq. Məsələn, sabah testdən çıxır ki, CO2 gəl NO2 girər, girməz, sən də qaydanı bilməliyəm. Deyirəm, bu da qeyri-metal oksididir. Turşu oksiddir, elə deyil. Bu da qeyri-metal oksiddir, bu da turşu oksiddir. Ona görə reaksiya getmirik. Yoxsa mən bugün vərəqdə bunu yazmışam. Sabah sizə çıxır ki, SO2 2O. Deyəsən, bunu dəftərdə yazmamışıq. Yazmağa neyirsən ki? Deyəsən, bu necə oksiddir? Qeyri-metal oksid, turşu oksiddir mi? O da qeyri-metal oksiddir, turşu oksiddir. Turşu oksidlə turşu oksid reaksiya girməz axı. Və yaxud yazırım ki, SO3 üstə gəl, məsələn deyirəm, H3 və H xlor, hər məsələ yazım belə. Bunu keçəcək ki, xlorid turşusudur. Nəzrin bura bax. Xlorid turşusudur, bundan reaksiya girmir. Girməməyin səbəbi nədir? Bu necə oksiddir? Qeyri-metal oksid, turşu oksiddir. Bəs bu nədir? Turşudur. Axı, turşu oksid turşu ilə reaksiya girmir. Və yaxud kalsium oksid üstə gəl qabağa çıxıb maqnezium oksid. Deyirəm ki, metaldır. 2 valentlidir, müsbət 2. Metaldır, bu da müsbət 2. Bu da əsas oksiddir, bu da əsas oksiddir. Axı, öz həmcinsi ilə reaksiya girməyəcək. Bu bundan girməz. Maqnezium oksid üstə gəl kalium OH. Deyəcək ki, bu, ay bunu eləmə. Metal 2 müsbət 2 göstərsə əsas oksiddir mi? Tərkibində OH varsa əsaslı mı? Əsas oksid, əsasla reaksiya girmir. Bildiniz, yenə deyirəm, oksidlərin tipini bilməlisən ki, bu niyə bununla reaksiya girmədiyini, girdiyini biləsiniz. Deməli, əsasi oksid başqa bir əsasi oksidlə girmir. Əsasi oksid başqa bir əsasla girmir. Turşu oksidi başqa bir turşu oksidlə girmir. Turşu oksidi başqa bir turşu ilə girmir. Bəs nə ilə girir? Bəs bundan nə ilə girir? Baxaq. Bax. Bunları silim. Bir ad əgər özünə uyğun olan adla reaksiya girmirsə, fərqli adla reaksiya girəcəklə belə çıxır ki. Yəni, nə demək istəyirəm? Turşu oksidi bildi ki, turşu oksidindən girmir. Belə çıxır ki, əsasi oksidindən onda girər. Elə deyil. Turşu oksidi bildi ki, turşu ilə girmir. Belə çıxır ki, onda əsasla reaksiyaya girər. Bax, dediklərimizi yazaq. Məsələn, yazıram, kalsium oksid üstə gəl CO2. Metaldır, bir və ekvivalentli olan da əsasi oksid. Amma qeyri-metal oksid daxı. Bu da turşu oksidi. Fərqli adlardırsa əlbəttə ki, girəcək. Cəmlə. Kalsium, CO3 və yaxud. SO3 üstə gəl kalium OH. Deyirəm, görün, bu girir yoxsa girmir. Qeyri-metal oksidi. Turşu oksiddir mi? İçində OH varsa əsasdır mı? Əsasla turşu oksidi girər də, fərqli adlardır. Cəmləyək. Həmişə oksigenlə axırda yazılır. Kalium, H, S, oksigen, 4. Cəmləyirik. Məsəl üçün, burada SO2 olsaydı, diğerində onda 3 alınardı. Deməli, turşu oksidi nə ilə girdi? Əsasi oksidlə girdi, turşu oksidi əsasla girdi. İndi həmçinin lazım. Əsasi oksid nə ilə girər? Turşu oksidi ilə girər. Bir də əsasi oksid turşu ilə reaksiya girər. Dediyimizi yazaq. Bunlar girər ikisi də. Bir də əsasi oksidi yazaq. Maqnezium oksid. Bir də turşu oksidi yazaq. Məsələn, qeyri-metal oksidir də. Turşu oksidi. Cəmləyək. Əsasi oksidlə turşu oksidi girər. Maqnezium SO3 cəmləyirik hamısını. Həmişə oksigen ən axırda yazır. Metalla başda oksigenlə bitir. İndi və yaxud yazıram ki, kalsium oksid üstə gəl H xlor. H xlor da turşularda keçəcək ki, turşudur. Deyirəm, metal 1 və ekvivalentli olan da əsasi oksiddir. Elə deyil. Əsasi oksid turşu ilə girər. Axı, 2 dənə mürəkkəb girəndə dəyişmə reaksiyası idi. Əlimə baxın. Kalsiumla xlor birləşər. Murad, oradan deyəsən görmürsən sən, hə? Görür. Bax, kalsiumla xlor birləşəndə, kalsium, xlor, indi baxın nə alınır? Xlor neçə valentlidir? 1. Kalsiumun ekvivalentli olduğunu bilirikmi? Bu da 2'dir, bu da 2'dir, içdən düşmür. Deyirəm, bu 1 valentlidir yazılmaz, kalsium 2 valentlidir. Üstə gəl. Hidrogenlə də oksigen birləşəndə su əmələ gətirir. Yəni, fərqli adlarla girir. Aydın oldu? Deməli, turşu oksidi, indi sizə bilən bir şey deyil. Bayağı belə bir şey dediyimi ki, turşu oksidi üstə gəl, turşu ilə reaksiyaya girmir. Elədir, yoxsa yox? Amma istisna hallardan birinə baxırıq. Turşu oksidlərindən, bu turşu oksidir də silisium orduz əmələ gətirməyəndə, amma bu turşu oksiddir.
Bu turşu oksidi yeganə olaraq bir dənə H-flor turşusundan reaksiyaya girir. Tək olan turşu yəni H-florla reaksiyaya girir. Düzdür, keçəcək sonra nitrat və florun qarşılığı ilə də girer, o lazım deyil. Bax, bu turşu oksididir. İstənilən bir turşunu yazaq, H-flor mu yazaq, bunun üzərinə H2SO4 mu yazaq. Nə gəlirsiz gəlin, turşu oksidləri turşu ilə girmir. Amma silisium 4 oksid turşu oksidi bircə dənə H-florla girir. Da H-floru da ona oxşatmıyor da bunu. Nə alınır bax? Kənarlar bir, silisiumla flor birləşir. Diqqətlə bax. Flor neçə valentlidir? 1. Bu 1. Silisium neçə valentlidir? 4. Bu 2'dir. Düşünün, bu da 4 valentlidir. Silisium valentliyi 4'tür. Üstə gəl, hidrogenlə oksigen birləşər su. Yəni turşu oksidi turşu ilə girmir. Hansı turşu oksidini tanıyırsınız ki, bir dənə turşu ilə girir? Deyəsə silisium 4 oksid H-flor turşusundan girir. H-florla, H-florla digərlərindən girməz ha. İndi, deməli, əsasi oksidlər, turşu oksidlərin xassələrinə baxdıq. Duz əmələ gətirməyən adından görünür, duz əmələ gətirmir. Bunlar tətbiq sahəsi az sahiblər. Onların elə də çox reaksiyaları yoxdur. Yəni ki, duz əmələ gətirməyən oksidlər necə ki, su ilə girmədir, turşu ilə də girmir, əsasla da girmir. Az reaksiyalara girirlər ki, onları sonra keçəcək. Bir dənə, biraz geniş tətbiq sahəsi tapanı CO-dur. CO əsasla reaksiyaya girəndə diqqətlə olasın, nə alır? Birləşdirək. H, C, O, natrium. Bu üzvü duzdur. Keçəcək ki, CO, natrium, H-la girəndə CO duz əmələ gətirməyən oksiddir. Məsələn, digər duz əmələ gətirməyən oksidlər N2 olsun, N olsun, onlar əsasən azadla girmirlər. Bir dənə CO-dur ki, biraz tətbiq reaksiyaları var, sonralar keçiləcək. CO2 olsaydı, 2 olsaydı, olardı natrium H, C, oksigen 3 dənə. Amma CO duz əmələ gətirməyən oksiddir, üzvü duz alınır, bundan sonra duzlarda keçəcək. İndi orada 3 dənə O yazacaqdır. 3 dənə zad olmur, natrium H, C. Yox, orada CO2 olsaydı. CO2 olsaydı natrium H, C, O 3 əmələ gələrdi. Amma CO olanda bunu əzbərləyin. HCO, O natrium əmələ gəlir. İndi bəs amfoter oksidlər rapıncı reaksiyalardır. Amfoter oksidlər nələrlə reaksiya girir, onu baxaq. Amfoter oksidlər ikili xassiyə daşır, elə deyil? Yəni həm əsaslara uyğundur, həm turşulara uyğundur. Məsələn, birini yazın. Sink oksidi yazaq. Sink oksid üstünə gələk. Bu amfoter oksid ikili xassiyyə malikdir. Həm əsasi oksidlərin xassiyəsinə malikdir, həm turşu oksidlərin. Deyirəm, əsasi oksidlərin xassiyələri nə idi? Əsasi oksidlər nə ilə girirdi? Turşularla, turşu oksidlərindən. Elə deyil? Amfoter oksidlərlə də turşularla girə bilər. Amfoter oksiddə turşu oksidinə reaksiya girər. Baxın, nə alınır? Amfoter oksid turşu ilə girər. İkili xassiyyə daşıyır axı. Sink 2 valentli oldu bu sığının. 2 üstə gəl, H2O. Amfoter oksidi turşu oksidinə girər, cəmləyək. Sink, C, O 3 əmələ gəldi. Amfoter oksid turşularla da girir, əsaslarla da girir. Amma amfoter oksidlər yalnız və yalnız aktiv metalların əmələ gətirdiyi əsasi oksidlərlə, aktiv metalların əmələ gətirdiyi əsaslarla reaksiyaya girir. Amfoter oksidlər ikili xassiyyə daşıyır, həm əsaslarla əsasi oksidlərlə girir, həm turşularla turşu oksidlərlə girir. Amma bütün əsaslarla girmir ha. Bax, məsələn, bunu bir dənə aktiv metalın əmələ gətirdiyi əsasi oksidlə yaza bilərəm. Amfoter oksiddir, bu da aktivin əmələ gətirdiyi əsasi oksiddir, girəcək. Natrium 2 cəmlənsin, O2 alınır. Natrium 2, sink O2. Amma yazsaydım ki, məsələn, sink olmasın, berilyum olsun, fərqi yoxdur. Bax, deyə bilməzsən bu gedir. Amfoter oksiddir, bu da əsasi oksiddir. Bu getmir. Niyə? Amfoter oksid yalnız aktivin əmələ gətirdiyi əsasi oksidlə reaksiya girər. Amfoter oksid yalnız aktivin əmələ gətirdiyi əsasla reaksiya girər. Məsələn, mən yazsam ki, amfoter oksid üstə gəl, MiSO2 dəfə nə alınar? Deyəs, amfoter oksid əsasla girir, aktivin əsası ilə girer. Bundan girməz axı. Kalium, bax belə fikirləşin, kalium, sink 2 valentli metaldır mı? Hökmən ikisini yazın bura. Kalium 2, sink, oksigində 2 dənə. Bax, oksigində 2 dənə əzbərləməyin yolu və su alınır. Yenə deyirəm, əgər birdən buradan məsələn deyirəm, alüminium oksid götürsəydim, amfoter oksiddir də, amfoter oksid aktivin əmələ gətirdiyi əsasi oksidlə girər. Onda kalium, alüminium O2 və su alınardı. Bu duzların formulun əzbər
Bəzən uşaq bir hansında 2 düşürdü, hansında 2 düşürdü. 2 valentli olanda 2 düşəcək. Kalium 2, sinqo 2. Amma bu 2 valentli deyil axı alüminium. Düşməsin. Kalium, alüminium o 2. Daha çaşıb demək ki, bu 3 valentlidir, bura 3 salım. Ay bala! 2 valentli də kalium 2 yazıram, sinqo 2. 3 valentli də yazma, kalium, alüminium o 2. Deməli, amfoter oksidlər ikili xassə daşıdır. Həm əsaslarla, həm əsasi oksidlərlə, amma bütün əsaslarla yox, aktivin əmələ gətirdiyi əsasla, aktivin əmələ gətirdiyi əsasi oksidlə girir. Həm də amfoter oksidlər turşularla və turşu oksidlərlə reaksiya girirlər. Əgər amfoter oksid sizcə turşu ilə turşu oksidlə reaksiya giribsə, bu amfoter oksidin hansı xassəli olmasından xəbər verir? Yox, ikili deyil. Turşu ilə girirsə, bu hansı xassəlidir ki, turşu ilə girir? Əsasi xassəsi var ki, içində turşu ilə girir. Elə deyil. Axı ikili xassədə amfoter oksidlər həm əsasi xassəyə malikdir, həm turşu xassəyə. Amfoter oksidlər turşu ilə turşu oksidlə girirsə, necə xassəlidir ki, turşu ilə girir? Gərək əsasi xassəli olsun ki, turşu ilə girsin də. Əgər turşu ilə turşu oksidlə reaksiya girirsə, bu reaksiyalarda sinq oksidin əsasi xassəli olduğu göstərilir. Yox, sinq oksid əsasla əsasi oksidlə girirsə, hansı xassəlidir? Turşu xassəsi var ki, bunlarla girir də. Bu hallarda reaksiya sinq oksidin turşu xassəli olduğunu göstərir. Niyə? Sinq oksiddə turşu xassəli olsa, əsasi xassə varsa, necə əsasla reaksiyaya girsin? Elə deyil. Turşu xassə var ki, əsasla girir. Turşu ilə girirsə, əsasi xassə var ki, turşu ilə girir də, yoxsa turşu xassəsi olsa turşu ilə girməz axı. Hər iki xassə var. Yəni, əsasların girə bildiyi reaksiyalara girirlərsə, əsasların girə bildiyi nədir? Turşular və turşu oksidlərlə girirsə, əsasi xassəlidir. Yox, turşuların girə bildiyi reaksiyalara girirlərsə, turşuların girə bildiyi nə idi? Əsasla əsasi oksidlə girir də. Əsasla əsasi oksidlə girirsə, turşuların girə bildiyi, yəni turşu xassəli olduğunu göstərir. Aydın oldu, nə dedik? Çətin olmadı. Oksidlər dərsini inanın ki, siz mükəmməl şəkildə, əzbər şəkildə öyrənsəz. İndi gələn dəfə əsaslar keçəcək. Biz bunları bilirik ki, biz hamısı bunların üstündən gedəcəyik. Ona görə bu dərsin nöqtə vergülünə qədər əzbər. Axırıncı bir dənə şey yadımdan çıxdı deyək, qoy onu da deyək. Məsələn, qulaq asın. Yazıram dəmir olan, dəmir 2O3, dəmir 2 oksiddir, dəmir 2 oksiddir. Bu da maqnetit dəmir yanılı qarşılı oksiddir. Metal burada 2 valentlidir əsasidir, burada 3 valentlidir amfoterdir, burada 2 və 3'dür, qarşıdır. İndi məsələn, bunların istənilən bir turşu yazaq, xlorid, nitrat, fərqi yoxdur da. Hər hansı bir dənə deyək ki, turşu ilə reaksiyasını yazaq, görün nə alınır. Onları fərqləndirək. Deyirəm ki, əsasi oksid turşu ilə girər, amfoterdə girər, qarşılıqda girər. Dəmirlə xlor birləşər. Dəmir neçə valentlidir burada? Burada neçə valentlidir? Deməli, dəmirin 2 valentli xloridi alınar. Üstəgəl H2O. Dəmir burada neçə valentlidir? 3. Onda, baxın, dəmirin mələk 3 valentli xloridi alınar. Üstəgəl, ortalarda bir su. Dəmir burada neçə valentlidir? 4. Ay bala, dəmir burada neçə valentlidir? 2 və 3 valentli. Deməli, dəmirin qarşılıq oksidi, o demək ki, qarşılıq bu cürdə duz alınır. Dəmirin 2 valentli duz alınır. Dəmir 3 valentlidir axı. 3 valentli duz alınır. Üstəgəl hidrogenlə oksigen birləşəndə su əmələ gəlir. Yəni, məsələn, testlərdə belə ki, hansında 2 cür duz əmələ gəlir. Gərək qarşılıq olsun, 2 cür valentliyi göstərsin ki, 2 cürdə duz əmələ gətirsinlər. Amma sizə bir şey deyim, qarşılıq oksidlər heç biri əsasla reaksiya girmirlər. Metal oksidlərindən əsaslarla reaksiya girənlər ancaq amfoter metalların əmələ gətirdiyi əsasi oksidlər ki, aktivin əsası ilə girirlər. Yerdə qalan metalın oksidi digər metalın əsası ilə, yəni əsaslarla reaksiya girmirlər. Bu cavab getirir.